Gündən etibarən vergi, sosial və digər dəyişikliklərlə bağlı bəzi yeniliklərin tətbiqinə başlanılır. Müxtəlif sahələrə əhatə edəcək dəyişikliklərin siyahısını təqdim edirik. Tütün məmulatları və elektron siqaretlər üzrə aksiz vergiləri artırılıb. Alkoqollu və enerji içkilərin aksiz dərəcəsi artırılıb. Köhnə idxal avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq. Hibrid və elektromobillərin idxalı və satışı üçün ƏDV güzəştinin müddəti başa çatıb. Azərbaycanda yığılan elektrik avtobuslar ƏDV-dən azad ediləcək. Kişi və qadın salonları, kosmetoloji mərkəzlərinin xidmətlərində ƏDV geri qayıdacaq. Media subyektləri vergidən azad olunacaq. Bankların iflası prosedurunda aktivlərin təqdim edilməsi ƏDV-dən azad edilir. Qeyri-formal işləyən şəxslər icbari tibbi sığortası haqqında artıq özləri ödəyəcək. Ayda 16 manat. Mülkiyyətində torpaqlarda işləyənlərin, vəkil və mediatorların, fərdi sahibkarların sosial sığorta haqları artırılıb. Fərdi iş sahibkarları dərzi, çalğıçı, sosial sığorta haqqını minimum aylıq əmək haqqı 5%-dən 8%-ə qədər ödəyəcək. Evlərin kirayəsi üçün verilən vergi dərəcəsi 14%-dən 10%-ə yeniləcək. Qeyri-neft sektorunda 2500 manatdan artıq maaş alanlar 3% gəlir vergisi tutulacaq. Azərbaycana gətirilən birdən çox mobil telefon qeydiyyat üçün 100 manat rüsum müəyyən edilib. Elektrik enerjisi və təbii qaz üzrə aylıq tarif 1 manat müəyyən edilib. Kişi və qadınların pensiya yaşını bərabər olaraq 65 yaş səviyyəsinə çatdırılıb. Yaşayış minimumu 300 manat təşkil edir. Görəsən bu işlərin axırı necə olacaq?